Yəni biraz da gender məsələlərindən danışaq. Vurğulanır ki, qızların ümumiyyətlə iş tapması daha çətindir bəzən. Yaxud əmək bazarında bu maaşda biz Bəli, bəzən əfsuslar olsun. bərabərliyi gözləyə bilmirik. Bu haqqda nə düşünürsüz və bu necə əslində daha yaxşı bir formaya gətirilə bilər? Hansı Əslində addımlar bu var? çox geniş bir mövzudur. Bizim belə deyim də bu illəri aparacaq bir mövzudur. Çünki əfsuslar olsun ki, qadınlarımızın hal-hazırda işə çıxmaları, daha sonra onların ana olmaqları, daha sonra onların belə deyim bəylərin ailə sahibi kimi götürdükləri ki, hal-hazırda zaten bir çox tənha qadın zaten ailə sahibi olur, uşaq övlad böyüdür. Bu qeyri-balans qorunub saxlanılır hal-hazırda. Əfsuslar olsun ki, biz bunun üzərində işləməliyik. Çünki şirkətlər anlamalıdırlar ki, artıq maaş təqdim edəndə və yaxud vəzifə təqdim edəndə həm xanım, həm bəy eyni hüquqa malikdir və eyni vəzifəyə, eyni maaşa müraciət edə bilər. Bunun üçün biz indidən nəsə deməyimiz biraz çox çətindir. Bunu artıq şirkət daxili özləri artıq qərar verib müəyyən addımlar atmalıdırlar. Çünki bizim bir də nəsə deməyimiz hal-hazırda çox çətindir. Aha, işlər üzrə ən azından vəziyyət necə dəyişir? Yəni ixtisaslar və sahələr üzrə. Artıq əslində qızlarımız, mən sizə deyərəm ki, biz indi gənclər arasında çoxuq. Mən deyərəm ki, qızlarımız çox aktivdirlər, hətta bəylərdən daha aktivdirlər. Yəni mən indi mənim qızım da var və sinifə də baxıram ki, onlar məktəbdə oxuyurlar, gecə sinifdir. Mən sinifə də baxıram ki, qızlar çox aktiv, danışan, deyən, gülən, təşəbbüskar. Çünki niyə? Ona görə ki, qızlar anlayırlar ki, onlar nəsə eləməlidirlər. Amma bəylər bilmirəm, bəlkə beynlərində müəyyən bir stereotiplər var ki, olsa eləyəcəm, imkanım var ya da maneələr görmürlər, bu da ola bilər. Ona görə maneələr o qızları daha çox irəliləməyə təkan verir. Nəinki o bəyləri. Hal-hazırda biz gənclər sektoruna deyə bilərik ki, qızlarımızın fəaliyyəti daha çoxdur.